Selamünaleyküm əziz şagirdlər. Bugün sizinlə 9-cu sinif 1.2 mövzusunu araşdıracağıq. Mövzumuzun adı maddə miqdarıdır. Ümumiyyətlə biz gündəlik həyatımızda əşyaların miqdarını bilirkən onların sayından istifadə edirik. Məsələn, deyirik ki, 3 ədəd alma, 100 butulka su, nə bilim 300 ml süd və yaxud 1 kiloqram bal, 40 litr oksigen və yaxud deyə bilərik ki, 300 qram məsələn, şəkər tozu. Bəli, gördüyünüz kimi müəyyən həcm və ya kütlədən istifadə edirik həyatımızda, gündəlik həyatımızda. Lakin gözə görünməyən aləmi necə ölçmək olar? Heç bu barədə düşünmüsünüz? Yəni gözə görünməyən molekullar, hissəcikləri necə ölçmək olar? Bunun üçün biz yəni mol anlayışından istifadə edəcəyik. Yəni loru dildə desəm, mən şagirdlərimə belə izah edirəm. Mol, maddə miqdarı dənə deməkdir, dənə. Bildiyin, deyirsən 3 ədəd və yaxud uşaqların ən çox deməyi xoşladıkları dənə. Bax, bunu deyəndə tam aydın olur. Deyirəm 3 dənə alma. 3 ədəd kitab məsələn. Mol da o deməkdir yəni. Deyirəm 3 mol su. Görürsən 3 mol, məsələn deyirəm ki 2 mol oksigen qazı. Bax belə. Buna deyirlər maddə miqdarı. Yəni bu kəmiyyətdir, bu kəmiyyətdən istifadə olunur. Maddə miqdarı N, kiçik N hərfi ilə işarə olunur və 1 molun tərkibində 6,2 vurulsun 10 üstü 23 hissəcik olur. Yəni bu konkret ədəddir. 6,2 vur 10 üstü 23. Amadeo Avogadro, yəni onu kəşf edən alimin şərəfinə elə bu ədədə Avogadro ədədi deyirik və böyük Na ilə işarə olunur. Deməli belə çıxır ki, 1 mol maddədə, bütün maddələrdən gedir söhbət, yəni ayrı seçkilik etmədən, 1 mol maddədə olan hissəcik sayı 6,2 vur 10 üstü 23. Buna molekul da deyə bilərlər. Suallarda artıq atom soruşa bilər, ion, kation, anion sayı soruşa bilər. Fərqi yoxdur. 1 molda 6,2 vur 10 üstü 23 sayda hissəcik olur. Məsələn, gəlin bir dənə buna baxaq. Bir dəqiqə. Aha. Burada şəkildə də göstərdiyimiz kimi, məsələn, dedik biz əşyaları necə sayırıq, burada da göstərmişik. 2 cüt ayaqqabı, 12 ədəd yumurta. Bax, 12 ədəd yumurta bir düzün yumurtadır. Bax, kimyada isə həmin o bir düzün və s. mol deməkdir. Məsələn, lap belə bir şey deyək. Gedirsiniz mağazaya və bir qutu belə, qutuda şokolad alırsınız. Belə asorti şokoladlar var, geçin. Bir qutu. Bax, bu bir qutu, bir moldur. Belə düşünün, bir moldur. Molun tərkibində, yəni qutunun içində olan şokoladların sayı isə 6,2 vur 10 üstü 23 qədərdir. Aydın oldu nə demək istəyirəm? Yəni 1 mol deyəndə bax qutu nəzərdə tutulur. Onun içindəki atom sayı və yaxud molekul sayı artıq nə soruşacaqsa sizdən məsələdə və ya misallarda, çalışmalarda o qədər. Bax burada da baxaq. Maddənin miqdarını N ilə ifadə edirik və mol vahidindən istifadə edirik. 1 mol deyəndə bax bu kubu düşünün. Kubun içindəki hissəciklər 6,2 vur 10 üstü 23 qədərdir. Burada da izah etdiyimiz kimi Avogadro ədədi Na ilə işarə olunur. Gələk bura. Məsələn, indi mən nəyə izah etmək istəyirdim sizə? Məsələn, deyirəm ki, tutaq ki 4 mol helium atomu, 4 mol heliumda neçə atom var soruşur. Deyir ki 4 mol heliumda neçə atom var. Atom soruşur, düzdür? Atom soruşanda diqqət edirsiniz indeksə. Onsuz da helium bilirsiniz ki bir atomlu nəcib qazlardır. Helium, neon, argon, kripton, ksenon, radon qazdılar və bir atomludular. İndi buradakı atom sayını tapanda 4 molu yəni vururuq 6,2 vur 10 üstü 23'e. Bak molun sayını vurursunuz, N'i vurursunuz Na'ya. Bu bize verecek ümumi hissəcik sayını. Yani 4 molda olan hissəcik sayını. 1 molda ne kadar helyum atomu var? Şəkildə də göründüyü kimi 6,2 vur 10 üstü 23. Bəs 4 molda ne kadar var? 4'ü vuracaqsınız N'a. Yani düsturumuz belə olacaqdır. Mol vurulsun, verilmiş mol vurulsun Na. Na nədir bizdə? Avogadro ədədi. 6,2 vur 10 üstü 23. Məsələn, digər bir suala baxaq. Burada deyir ki 1 mol oksigen gazında neçə molekul var? 1 mol oksigen gazı. Bax 1 mol O2. Molekul soruşur. Atom soruşur. Bak diqqət edin. Atom soruşsaydı indeksə vurardıq. Atom soruşmur. Molekul soruşur. Molekul. Bu zaman elə molu, yəni N'i vurursunuz Na'ya. Yəni altdan %2'ye. 10 üstü 23'e. Bak bu başka mesele. Ama ben size desem ki 1 mol oksigende neçə atom var? Bak atom soruşuram. Görürsünüz dedik ki 1 mol maddede olan zerrecik sayı. Ümumi götürürük. Bu atom soruşabilir, molekul soruşar. Birazdan göstereceğim nümunelerde kation, anion soruşabilir. Deməli onların sayına vurmaq lazımdır. Mol miqdarını. Mesela burada ne kadar atom var desem. Deyirsiniz ki 2 vurulsun alttan %2 vur 10 üstü 23. Bu da bize verir 12 tam %4 vurulsun 10 üstü 23. Bunu belə də yaza bilərik. Burada bir riyaziyyat işlemi aparaq. 1 tam 204 vurulsun 10 üstü 24. Yani 23'ü artırdıq 24 elədik. 1 tam 204. Bunu riyaziyyatda bilirsiniz artıq. Mesela baxaq burada. 1 mol suda neçə molekul var? Gəlin baxaq da. 1 mol suda H2O. Molekul soruşur. Yenə indekslərə fikir vermirik. Molekul soruşanda elə molun sayını vurun Na ədədinə. Molekul soruşanda. Amma mən indi soruşuram ki, məsələn deyirəm ki 2 mol suda
neçə atom var? Cəmi neçə atom var? Deyirsən ki, bax tənasüblə vermək yolunu öyrənək. Baxıram ki, 1 mol suda cəmi 3 vurulsun 6 tam %2 vur 10 üstü 23 atom var. Düzdür? Bax bu olacaq 1 mol suda. Bura 20 bilirsən. Hə 1 molda. Bəs 2 molda nə qədər olacaq? Tənasibi həll edirik. 6 vurulsun 6 tam %2 vur 10 üstü 23 olacaq. Aydın oldu. Məsələn, deyirəm ki, 3 mol suda neçə hidrogen atomu var? Mən baxıram ki, 1 mol suda 2 hidrogen atomu var. Sayını soruşursa mütləq vururuq 6 tam %2 vur 10 üstü 23'e. Bu 1 moldadır. Görürəm ki 2 dənədir də. Düzü indeksi tapırıq. İndeksə vururuq. Atom soruşursa indeksə vururuq. Amma indi 3 molda nə qədər olacaq? 3 2'ye vuram. 6 vurulsun 6 tam %2 vur 10 üstü 23 sayda hidrogen atomunun olduğunu görürük. Sonra məsələn, deyir ki 1 mol natrium iyonu nə qədər iyon var da natrium iyonu var. Alttan %2 vur 10 üstü 23. Yani neye getiririm sözümü? Zerrecik sayıdır bu. Molekül soruşar, atom soruşar, iyon soruşar, ya proton sayı soruşar. Yani ki say soruşursa alttan %2 vur 10 üstü 23 götürməliyik. Düsturumuz ise gördüğünüz gibi madde miktarı nü yani n mol beraberdir zerrecik sayı bölünsün n-aya. Zerrecik sayı verilmiş zerrecik sayıdır. Mesela meselede verir ki 12 tam %4 vurulsun 10 üstü 23 sayda molekulu olan o oksigen gazı neçə moldur? Eni soruşur bizden. Oksigen gazı neçə moldur? Deməli bu verilmiş zerrecik sayıdır. Verilmiş olan da en götürürük. Bakın indi biz kiçik yeni tapmalıyıq. Yani mol tapmalıyıq. Verilmiş zerrecik sayını yazırıq surətə. 10 üstü 23. Na ədədi də altdan %2 vurulsun 10 üstü 23'dür. Aha. Artık bu nisbəti tapmaq elə də çətin deyil. Yəni burada da düsturları kəşf etməyin yolunu göstərmişəm sizin üçün. Devam edelim. Məsələn, deyir ki, 2 mol oksigen qazında nə qədər molekul var? Bayaqları bunun izahını verdim. Məsələnin gedişatını dəyişib biraz başqa cür verim. Məsələn, deyim ki, necə deyim? Bir dənə məsələ deyim özündən. Məsələn, deyirəm ki, 0,2 mol hidrogen qazında neçə molekul var? Aha, neçə molekul var? Necə tapacağıq? Özünüz fikirləşin. Mən deməmişdən əvvəl videonu dayandırım, fikirləşin. 0,2 mol hidrogen qazında neçə molekul var? Tənasüblə etmək yolunu öyrədirəm. Düsturla bildik, indi tənasüblə bilək. Məncə tənasüb daha rahatdır, amma düsturları da bilməlisiniz təbii ki. 0,2 mol deyəndə baxın, bax 1 molda nə qədər hidrogen qazında neçə molekul olur? Yəni 1 molda 6 tam %2 vur 10 üstü 23. Bu heç tərəddüd etmədən yazacağımız bir ədəddir. Na, Avogadro. Demişik ki 1 mol maddədə olan zərrəcik sayıdır. Düzdür? 6 tam %2 vur 10 üstü 23 molekul var. Bəs 0,2 molda nə qədər olar? Artıq tənasübə həll etmək çox asandır. Və yaxud atom sayını soruşsa nə edərsiniz onda? Desək ki 0,2 mol hidrogen qazında neçə atom var? Onda necə eləyirdik? İndi bunu da özünüz fikirləşin, videonu dayandırın, fikirləşin, sonra təzədən dinləyin. Deyirik ki 1 molda görə baxın indeks atom soruşur. Atom soruşursa indeks 2 vurulsun 6 tam %2 vur 10 üstü 23 atom var. Düzdür? Bəs deyir ki 0,2 molda nə qədər atom var? Onda da 0,4'ü vurursunuz 6 tam %2'ye və cavabı tapırsınız. Bax belə. Devam edək. Burada da deyir ki zərrəcikdən mola keçməyi tapmaq olar. Gəlin buna da bir nümunə baxaq. Məsələn, deyir 3 tam %1 vur 10 üstü 23 sayda su molekulu neçə moldur? Buna aid bir baxdıq. Yəni molu tapmağı izah elədik. Ona görə mən bu səhifəni keçirəm. Yenə də videonu saxlayıb məsələnin izahına baxa bilərsiniz. Aha. Gəlin baxaq bir iki dənə belə hesablama yollarına. Məsələn, bir hafta demişdim mən bunu ki molu vurursunuz NA-ya və tapırsınız hissəcik sayını. Yəni bu qədər asandır. Yəni heç də. Burada sadəcə izah etmək istədiyim bu bayaqların dediyimiz əgər 10 dəfə çoxalırsa üstü çoxaltmaq bəs edir. Yəni altdan %2'ni saxla 10 üstü 24 elə və yaxud 22'ye necə getdik 10 dəfə azaldanda altdan %2'ni saxla amma 10 üstü 22 elə. Yəni bu riyazi yollardır. Bunları siz yaxşı bilirsiniz. Gələk bura. Burada da maddənin tərkibində bayaq mən suyun üzərində izah elədim. Neçə atom olduğunu, cəmi neçə atom və ya ayrı-ayrı soruşur. Məsələn, deyirəm ki, 1 mol karbon dioksiddə neçə karbon atomu var? Deyirsən 1 mol karbon qazında 1 mol karbon atomu var. Bax, bir dənə, yəni 1 mol karbon atomu var. Bəs neçə dənə oksigen var? 2 dənə. Dənəni özüm deyirəm, amma loru dildə. Siz başa düşəsiniz. Yəni mol miqdar bizdə loru dildə dənə, say. 2 mol oksigen atomu var. Cəmi neçə mol olur? Cəmi 3 moldur. İndeksə baxırıq. Atom sayında nəyə baxırıq? İndeksə baxırıq. Devam edək. Mürəkkəb hesablama molekulun daxilinə səyahət edək. Mən bayaqların dediyim məsələyə gələk indi. Çox asan əslində bu da sizin üçün asan olacaq. H2SO4. Deyir ki 2 mol sülfat turşusunda olan hidrogen, kükürt və oksigen atomlarının sayını hesablayın. Gəlin baxaq. Baxın bax 1 molunda görürsünüz ki 2 dənə hidrogen var. 1 dənə kükürt var və 4 dənə də oksigen var. Düzdür? Və səndən atom sayını soruşur. Deyir nə qədər atom var? Yəni hər birini ayrı-ayrılıqda. Və deyirsən ki 2 vurulsun 6 tam %2 vur 10 üstü 23
atom var. Eyni də bunların hamısı. Yəni saylarını, atom saylarını hər birini ayrı-ayrılıqda 6 tam %2 vur 10 üstü 23 ədədinə vurmaq lazımdır ki, biz onların ayrı-ayrılıqda saylarını tapaq. Və yaxud cəm halda desə, onda deyirsən ki, burada neçə dənə atom var? Bax, deyirsən 7. Çünki götürürsən 7-ni vurursan 6 tam %2 vur 10 üstü 23-ə aldığın ədəd olur sənin məsələn 1 molda, 1 molda ki, 1 moldakı atom sayı. Amma sizdə məsələdə 2 mol dediyinə görə təbii ki, 2 dəfə artıracaqsınız bu nisbətləri. Məsələn, deyirəm ki, 1 molda 2 hidrogen var. Bəs 2 molda nə qədər hidrogen var? 4. Deməli, altdan %2-ni 4-ə vurmalıyam. 1 molda 1 kükürt var da, bir dənə kükürt var. Düzdür? 2 molda 2. Deməli, altdan %2-ni burada 2-yə vurmalıyam. Və yaxud da 1 molda 4 oksigen var. 2 molda nə qədər oksigen olacaq? 8. Deməli, 8-i vurmalıyıq altdan %2-yə və bu səhifədə də bunu açıq-aydın göstərmişik. Gördüyünüz kimi 8 vurmuşuq, altdan %2 vur 10-23-ə, 48 tam %16 vur 10-23 sayda oksigen atomu olubdur. Yəqin ki, bu hissə də aydındır. Bu hissədə öyrəndiklərinizi yoxlayın. Videonu burada dayandırın. Bunun izahını verəcəm. Dayandırın və həll eləməyə çalışın. Mən isə indi izahını verirəm. Deməli, deyir ki, 1 tam 204 vurulsun 10 üstü 24 sayda azot molekulu neçə moldur? Yazıram, bax, tənasüblə yazaq tutaq ki. 1 tam 204 vurulsun 10 üstü 24 neçə moldur? Bilmirəm, x moldur. Amma mən bilirəm ki, 1 molda neçə molekul olur? 6 tam %2 vurulsun 10 üstü 23 molekul olur. Mənə ixtisar asan olsun deyə buranı da 23 eləyirəm. Buranı 12 tam götürəcəm və ixtisarıma aparacağım. Bura düşəcək necə? 2. Deməli, burada 2 molekul var. 2 moldur, üzr istəyirəm. Yəni x mol soruşur. 2 molda bu qədər molekul var. Sual 2. 0,25 mol oksigen qazının tərkibində olan molekul sayını hesablayın. Tamam. 1 mol oksigen qazında neçə molekul olur? 6 tam %2 vurulsun 10 üstü 23 olur. Bunu biz konkret bilirik. Bəs 0 tam %25-də onu da tənasüblə tapırıq 0,25-i vururuq altdan %2-yə. Bəs bunu düsturla necə həll edirik? Yəni düsturlarımız var da bizim bilirsiniz. Məsələn, sual 2-ni düsturla eləsək, bizə mol verilib n 0,25'dir və bizə molekul sayını soruşur, yəni N'i soruşur və biz bilirik ki NA'mız da var. 6 tam %2 vur 10 üstü 23'dür. Aha, gəlin indi düsturla yazmağa çalışaq. Deməli N nəyə bərabər idi? 0,25 nəyə bərabərdir? N hissəcik sayı bölünsün NA'ya. NA'mız da 6 tam %2 vur 10 üstü 23. Aha. Gördüğünüz gibi burada N'i tapanda ne edirik? Götürüp 0,25'i vururuq NA'ya. N ile tənasübdəki kimi. 0,25'i vurduq NA ədədinə. Yaxşı, sual 3. Sual 3. 0,1 mol karbon qazında olan oksigen atomlarının sayını. Elə də çətin deyil, çətin yazılıb, amma elə də çətin deyil yəni. Baxın, 0,1 molda karbon qazındakı oksigen atomlarının sayı. Gəlin birinci tənasübdən gedək. Bax, deyirəm ki, 1 molda oksigen atomunun sayı neçə dənədir? Görürsən ki, 2 dənə. 2 dənə deyəndə də siz deməyin, müəllim dənə ilə deyil. Yəni sizə aydın olsun deyirəm. Yəni 2 mol atom var da burada görürsünüz. 2 vurulsun, 6 tam %2 vur, 10 üstü 23 deyirik 1 molda. Bəs 0,1 molda nə qədər olacaq? Tənasübü həll edirik. 0,2 vurulsun 6 tam %2, o da bizə verəcək 12 tam %4 vurulsun 10 üstü 22. Niye? Çünkü 10 dəfə azaldı da. Bax belə. Bu qədər mol dərsdə belə deyək də 1.2 mövzusu əslində bu qədərdir. Yəni elə də çətin mövzu deyil. Oradakı çalışmaların izahını da sizə verəcəm. Yəni yerləşdirəcəm bura. Burada xülasə panelimiz var. Əsas anlayışlar nə idi? Maddə miqdarı mol, zərrəcik sayı və n Avogadro ədədimiz. Sonra düsturlarımız, sehirli iş bucağımızı yadınıza salırıq. Yəni n bərabərdir, mol vurulsun Avogadro. Yəni hissəcik sayı bərabərdir, mol vurulsun Avogadro. Hissəcik sayını tapmaq istəyəndə götürün molu Avogadro ədədinə vurun. Bunlardan hansı da biri məchhuldursa, onu tapmaq artıq asan olur deyə düşünürəm sizə. Qızıl qaydaya baxaq. Molekulun içindəki atomları tapmaq üçün mol sayını molekuldakı atom indeksinə vurmaq unutmayın. Bəli, bəli, dediyim söhbət. Demək ki, indeksə vurun. Əgər atom soruşursa, indeksə vurun mütləq. Zərrəcik növləri, atom, molekul, ion. Mən burada bir dənə misal göstərmək istəyirəm dərslikdən. Qoy bir dəqiqə yer gəlmişkən. Aha. Məsələn, ion sayına gəlsək, burada fəaliyyət bölməsində çox qəşəng bir sual var. Səhifə, deməli, baxın səhifə 17-də, dərsliyimizdə 17-də fəaliyyət bölməsində sualımız var bizim. Deyir ki, 2 mol natrium sulfatda, məsələn, birinin izahını verəcəm, 2 mol natrium sulfatda kation anion sayını tapaq deyir. Aha, gəl baxın, natrium sulfat, natrium SO4, 2 molda kation və anion sayını istəyir. Natrium sulfatın kation anionuna baxanda 8-ci sinifdə mən bunu izah eləmişdim. Baxırıq, deməli, kation metal hissədir, anion da turşu qalın hissədir. Bax, bu hissə olacaq metal hissə. Metal hissəmiz nədir? Metal və yaxud amonium ionu, görünür NH4, yadınıza salıram sadəcə, duzların tərkibi.
Yəni 8-ci sinifə keçəndə mən bunları sizə öyrətmişəm. Natrium hissə. Bax bu olacaq kation. Baxıram. Bax 1 molunda 1 dənə natrium sülfatda neçə dənə kation görürəm? İndeksə baxın. Neçə dənə görürəm? 2 dənə. Deməli deyirəm ki, burada 2 kation var. Yaxşı, anion axtaranda nəyə baxın? Anion axtaranda da burada kükürdü, oksigenin sayını saymırsınız ha. Anion axtaranda elə turşu qalığının özünə baxırsınız. Yəni mötərizədədir, yoxsa yox. Gördüyünüz kimi bir dənə SO4 var da. Yəni mötərizəyə açılıb bura 2 yazılmıyor. Məsələn. Düzdürmü? Deməli bir dənə turşu qalığı olduğuna görə deyirsiniz ki, bir anion var. Deməli 2 kation, bir dənə də anion var. Aha. Bu 1 moldadır. Sualda soruşur ki 2 molda neçə dənə kation, neçə anion var? Sayını soruşur. Baxın, say soruşursa neçə olar? Hər birinin sayı deyir neçə olar? Say məsələsi varsa bilin ki, orada altdan %2 vur 10 üstü 23 ədədinə, yəni NA-ya müraciət etməliyik. O zaman gəlin baxaq, əvvəl sayını belə tapaq, mol olaraq tapaq. Yəni 1 molda 2 dənədirsə, 2 molda 4 kation, 1 molda 1 aniondur, 2 dənədə isə 2 anion var. Bəs hissəcik sayına keçəndə, yəni cavabı açıq sual verilib və siz bu beləcə saxlasanız cavabı, bu yanlışdır. Sizdən sayı soruşur. Ona görə 4'ü vurmalısınız. 6 tam %2 vur 10 üstü 23. Həmçinin 2'ni də vurmalısınız. 6 tam %2 vur 10 üstü 23 cavabları düzgün şəkildə yazmalısınız. Yəni açıq sualdasa bax həlli belə olmalı. Yəni mütləq anion, kation sayı 6 tam %2 vur 10 üstü 23 NA ədədinə vurulmalıdır. Bax belə. Onu da deyim ki, kitabınızda olan çalışmalara ayrıca izah videosu çəkəcəm. Sağ olun.